Çox vaxt deyirlər ki, filan xalqın tarixi çox qədimdir. Amma türklərin tarixi hələ qədim Çin mənbələrində, qaynaqlarında öz əksini tapıbdır. Buna görə türklər dünyaya səpələnmiş bir xalqdır. Yəni Qaradənizdən tutmuş Sakit Okeana qədər türkləri görmək olar. Və bir ərəb tarixçisi var, İbn Xordadbey. Deyir ki, türklər o qədər çox yayılıblar ki dünyaya. Bəzən sarı irq deyirlər də türklərə. Hətta zənci türklər də var. Yəni ərəb türklər də var. Yəni ki, bu türklərin o mədəniyyətinin, dilinin qədimliyini göstərir. Və təbii ki, 20-ci əsrin əvvəllərində elə bizim bu binada, Əl Yazmalar binasında Azərbaycan parlamenti fəaliyyət göstəribdi. Sovet işğalına qədər o parlament xeyli fəaliyyət göstəribdi. Sovet işğalından sonra türklərin demək olar ki, tənəzzül dövrü başlayıbdı. Ona görə də 20-ci əsrin 20-ci illərində türk ziyalıları başladılar çarə axtarmağa ki, türkləri necə birləşdirək. Və 26-cı ildə Türk Əlaqə Qurultayı çağırıldı və qəribədir ki, Bolşevik diktaturası buna icazə verdi. Nəyə görə icazə verdi? Ona görə ki, sonra bir-bir onları tutsun, məhv eləsin, türklərin qaymaqları məhv eləsin. 100 il bundan əvvəlki türklər indiki qədər güclü deyildir. İndi türk başçıları öz aralarında o qədər yaxınlaşıblar ki, yəni Türk Əlaqə Qurultayının artıq əhəmiyyəti özünü göstərir. Əlbəttə ki, Türk Əlaqə Qurultayının çox böyük əhəmiyyəti oldu və bu bizim tariximizdir, bu bizim fəxrimizdir. Baxmayaraq ki, hamısını onların məhv elədilər. Amma onların irsi qaldı, onların ənənəsi qaldı və bugün o ənənəni bizim prezidentlərimiz canlandırırlar. Gələn il Türk Əlaqə Qurultayının keçiriləcək 100 illiyi münasibəti ilə bütün türk ziyalılarını və başda bizim prezidentlər olmaqla hamısını təbrik edirəm.